Xromosomda genlərin ardıcıllığı verilibdir. M, N, L, K, D, E şəklində. Mutasiyadan sonra verilibdir. M, N, K, D, E şəklində olubdur. Xromosomda baş verən dəyişiklik necə adlanır? Biz bunu keçmişdik. Yəni, genom mutasiyaları keçiriləndə modifikasiya dəyişkənliyi, mutasiya dəyişkənliyi bölməsində 10-cu sinif dərslikdə öyrənmişik. Və burada nəyə göstəriblər? M vardı, bəli, burada da vardı, görürük. N vardı, ardıcıl baxmalıyıq buna, bəli, bu da vardı. K vardı, K vardı, burada da vardı. D necə vardı, bəli, bu da vardı. E vardı, bəli, burada da var, burada da var. Amma L hərfi yoxdur, yəni sual şərəsi qoydum ki, L hərfi yoxdur. L hərfi yoxdursa bu sahənin çatışmazlığı deməkdir. Sahənin çatışmazlığı deməli axırıncı variantda verilirdi. Yəni aneuploidiya vardı. Bu xromosom sayının bir neçə vahid artıb azalması. Sahənin ikiləşməsi olsaydı hər hansı hərf 2 dənə göstərilərdi. Sahə çevrilsəydi biz deyərdik ki, bu məsələn ardıcıllıq düzgün verilməyibdi. Deyək ki, E, M, N, L olardı və yaxud da başqası. Sahə qeyri-homoloji xromosom olsaydı orada verilən sırada normal vəziyyətdən kənara çıxan başqa hərflər də göstərilə bilərdi. Onun üçün də sahənin çatışmazlığı burada təsvir olunubdur.